onda belə oldu, məndə olmadı. Hətta xanımlar öz yoldaşlarını qısnayırlar ki, fikir verirsən falan kesin əri onun üçün nələr aldı. Sən mənə gül almadın, sən mənə Ən böyük paltar almadın, bədbəxtçilik. sən mənə paltar almadın. Yəni çox da həddindən artıq çox. Baxırsan ki, bəy də necə deyim sizə özünü aciz sayır, gücsüz sayır, zəif sayır. Bu xanımın yanında əzilir və nəhayətdə də məlum məsələ ailələr. Bəylərlə xanımlar barədə danışmaq istəmirəm, çünki onlar həqiqətən o barədə danışanda bizi güllələyəcəklər. Yəni o barədə danışanda mən çox yox, bəylərin tərəfini, kişilərin tərəfini tutmuram burada. Yəni həqiqi baxsaq, həqiqət var. Yəni çox sıxmaq lazım deyil heç nəyi. Boş buraxın. Axarına buraxın ki, vallahi hər şey düzələcək. O siz nə qədər nədən sıxıntı keçirirsinizsə, ay mənə belə, ona belə deyirdiniz, o iş heç vaxt alınmayacaq. Heç vaxt. Hər şey yaxşıdır. Hər şey xoşbəxtliyə doğru gedir. Mən xoşbəxtəm. Mən rahatam. Всё. Elə də olacaq. Sən xoşbəxt olacaqsan, sən rahat da olacaqsan və istədiyin həyata da gəlib çatacaqsan. Yaşayacaqsan. Bəli.